Alkinlər mövzusu 200-cü sual. Deməli, alkin verilib bizə 2 mol. 2 molun kütləsi deyir A qramdır. Yazıram 2 molun kütləsi A qram. Görün 1 molunun kütləsi nə qədərdir? X bərabərdir 0,5 A. Deməli, biz də bilirik ki, alkinin 1 molunun kütləsi 14-dir. O da bərabərdir 0,5 A-ya. Sonra deyir ki, 2 molun yanmasına sərf olunan oksigenin kütləsi A plus 136'dır. Yazıram 2 mola A plus 136 qram oksigen sərf olunursa, görün 1 mola nə qədər oksigen sərf olunar? X də bərabərdir 0,5 A üstə gələk 68. İndi alkeni yandırıram. Karbon qazı su alınır. Əmsallaşdırıram. Karbon qazının qarşısına N, suya N, oksigenə 3N bölək 2. Aha. İndi yazırıq ki, oksigenin 1 moluna sərf olunan deyək ki, oksigen 32. Deməli, yazaq 3N bölək 2 vuraq 32 bərabərdir 0,5 A üstə gələk 68. Bu 0,5 A-nın yerinə yuxarıda yazdığım 14N-i yaza bilərəm. Onda 48N bərabərdir 14N üstə gələk 68. 34N bərabərdir 68-ə. N də bərabərdir 2-yə. Deməli, alkenim C2H4-dür. Məndən də burada alkində olan hibridin sayını soruşur. Alkenlər üçün hibridin sayı 4N-2-dir. 4 vurum 2-yə 8. Bundan da 2-sini çıxıram. Cavab olur 6. 101-ə baxırıq. Deməli, sıxlığı verilib bizə 2,5 qram bölək litr. Qaz halında olan alkenin normal şəraitdə. Deməli, normal şərait isə həzmi 22,4 litrdir. Qaz halında olan alkenin 0,1 molunun tam yanmasından alınan qaz artıqlaması ilə götürülmüş sönmüş əhəng məhlulundan keçirilərsə, neçə mol çöküntü alınır? Əvvəlcə mən bu alkenin molyar kütləsini tapım. Molyar kütləsini tapmaq üçün Ronu V-yə vururam. Yəni 2,5-i vururam 22,4-ə. Bərabər edir 56. Deməli, alkenim 14-in bərabərdir 56. N də bərabərdir 4-ə. Deməli, alkenim C4H8-dir. Bu alkenin 1 molunun yanmasından 4 mol karbon qazanılır. Yəni 1 moluna 4 mol. Baxın, görün 0,1 moluna nə qədər alınır? X bərabərdir 0,4 mol karbon qazı. Həmin bu karbon qazını əhəng suyundan keçirdikdə buradan alınır kalsium karbonat, bir də su, yəni çöküntü alınır. 1 mol karbon qazından elə 1 mol çöküntü alınır. 0,4 mol karbon qazından isə X də bərabərdir 0,4 mol çöküntü alınır. Baxırıq. Deməli, bizə verib sıxlıq 2,5 qram bölək litr. Normal şərait həcm bərabərdir 22,4 litr. Alken deyir. İndi əvvəlcə bunun molyar kütləsini tapım. Ronu V-yə vururam. 2,5-i 22,4-ə vururam. Gedir 56 qram. Baxaq görək, bu alken 14-in bərabərdir 56-ya, N də bərabərdir 4-ə. Deməli, alkenim C4H8-dir. Alkenin 224 qramı neçə litr hidrogen xlorid qazı birləşdirir? Bilirik ki, alkenlər özünə 2 atom birləşdirir. Yəni, 1 mol H-xlor birləşdirir. Üzərinə gəlirəm H-xlor. 1 mol H-xlor birləşdirə bilər. Onda yazaq belə 56 qrama 22,4 litr, çünki məndən litrlə soruşur. 224 qrama isə X bərabərdir. Məxrəcdə yazıram 56, surətdə yazıram 22,4 vuraq
224. Bu bir dəfə, bu da 4 dəfə. 4'ü də 22,4'ə vuranda 89,6 litr edir. 5'te verilibdir. Bərabər mollarda etilin C2H4, etan C2H6, bir də astilin C2H2. Hamısının molu adı. Amol yazaq. Amol. Bu da amol. Sonra nə deyir? İbarət qarışığın kütləsi 42 qramdır. Yazıram. Birincinin kütləsi 28A üstə gələk. İkincinin kütləsi 30A üstə gələk. Üçüncünün kütləsi 26A bərabərdir 42'yə. Bu da eləyir 84A bərabərdir 42'yə. A da bərabərdir 42 bölək 84. O da eləyir 0,5'ə. Deməli, hər birinin molu 0,5'dir. Qarışıqda neçə qram astilin olmuşdur? Deməli, 1 mol astilin 26 qramdır. 0,5 də x. X bərabərdir 13. Cavab olur 13. 7. Alkenin tam yanma reaksiyasının qrafikinə əsasən x-i hesablayın. Baxırıq ki, qrafik kütlənin zamandan asılılıdır. Qrafikdə yuxarıdan gələn əyrilər, reaksiya daxil olan maddələri sıfırdan başlayıb getdikcə artanlar isə məhsulu göstərir. Əvvəlcə alkenin yanma reaksiyasını yazıram. Alır karbon qazı, su, əmsallaşdırıram. 3/2. Deməli, yuxarıda duran qrafik ən böyük kütləyə malik olan məhsulu göstərir. Biz də buradan görürük ki, ən böyük kütlə, məsələn, karbon qazı 44 indi, su da 18 indi. Onda ən böyük kütləyə malik olan 220 qram nəyi göstərir bizdə? Karbon qazını göstərir. Suyun kütləsini tapaq. Deməli, x bərabərdir. Məxrəcdə olur 44'ün, surətdə 18'in vuraq 220. N-lə N ixtisar gedir. 22'yə deməli 2 dəfə 10 dəfə. 12'yə 5, 5'i də 18'ə vuranda 90 qram edir.